Şərhlərin 80%-də söylürdük. Çəkənin, yazanın, oynayanın ortaya Qurani-Kərim gətirib qoydular və bizə dedilər ki, sizi bu Qurana ant veririk. Onu mümkündürsə dəyişin. 1000-dən artıq imza toplamışdılar o videonu şikayət eləmək üçün. Bu aktyordur. Bu insanın peşəsi aktyorluqdur. Bu xanımın peşəsi aktrisalıqdır. Yəni bu da peşəsini icra eləyir, bu da. Mən də ona təklif edirəm ki, ümumiyyətlə aktrisalıq peşəsini ləğv eləyək. Ancaq kişilər oynasın. Ancaq da yəni bu da biraz başqa yerə gedəcək. Sevgi münasibətləri necə çəkəcək? Ey hörmətli xalqım, biz film çəkmək istəyirik. Buyurun, hansı mövzunu seçirsiniz? Amma belə çoxunun şəxsi yaşantısına getsən, yaşam formasına nəzər yetirsən, onlar öz həyatlarında o dəyərləri ciddiyə almırlar. Çünki bəzən avtosenzura əslində o yaradıcı prosesin də qarşısını alır da. Sən o yaradarkən artıq müəyyən mənada özünü sərhədləməyə başlayırsan. Çətin də olsa, necə deyirlər, şirin idi.